Bəs milli komanda, hamımızın olan milli komanda Ayxan Abbasovlu qısa dövrü arxada qoydu. Fikirləriniz maraqlıdır. Necə dəyərləndirirsiniz, necə qiymətləndirirsiniz? Santuşla başladıq, konkret olaraq son seçmə mərhələ və sonrakı periodda ağır məğlubiyyətdən sonra Ayxan Abbasov gəldi və qısa müddətdə düşünürəm ki, toparlaya bildi kifayət qədər milli komandanı və sonrakı o 4 oyundakı nəticələr, oyun, ümumiyyətlə Ayxan Abbasovun fəaliyyəti, fikirləriniz maraqlıdır. Birbaşa deyərdim ki, ancaq pozitiv fikirlərim var, pozitiv düşüncələrim var. Ümumiyyətcə, mən dəfələrlə bildirmişəm ki, bizim elə məşqlərimiz var ki, onları öyrənmək lazımdır. Bizim elə məşqlərimiz var ki, elə Ayxan Abbasov, Rəşad Sadıxov və digər bir neçə bizim yerli məşqlərimiz, onlar gecə-gündüz işləyirlər, gecə-gündüz çalışırlar. Ümumiyyətcə, əziyyət çəkən insana həmişə mən dəyər verməyə xoşlamışam. Və uğuru da fikirləşmişəm ki, elə uğur da elə onun üzərində qurulur. Və bunlar da yəni bizim məşqlərimiz, hansı ki, dediyim kimi, yəni mən onları yaxşı tanıyıram. Və belə olduğu halda əlbəttə ki, mən görəndə ki, bu cür insanları belə bir vəzifəyə qoyurlar, belə bir məsuliyyətli işin altına, yəni belə deyək, məsuliyyətli işə qoyurlar və mən ona ancaq sevinirəm. Bilirəm ki, onlar həqiqətən komandada, ümumiyyətlə milli komandada, hələ digərlərini demirəm, mütləq məsuliyyətli şəxslər olmalıdır. Və hansı ki, iş qabiliyyəti çox olan, hansı ki, iş saatı çox olan belə bir insanlar olmalıdır. Və onlardan da dediyim kimi bizim biri elə Ayxan Abbasov və digərləri hələ bizim neçə məşqimiz var. Elə Samir Abbasov olsun, Rəşad olsun, Elmar olsun. Bunlar hansı ki, kənardan bəlkə fərqli görünür, amma onların yaxından tanısaq, yaxından yəni onlar tanınsalar, yəni deyəcəksiniz ki, bu insanlar nə qədər çalışırlar özlərlə, nə qədər bunlar bizim Azərbaycan futboluna fayda vermək istəyirlər. Və Ayxanın da orada olması, əlbəttə ki, buna sevinirəm ancaq və həqiqətən də elə komandada sanki biraz ab-hava dəyişib, sanki biraz daha inamlı olmağa başlayıblar. Və mən ancaq uğurlar arzulaya bilərəm və inanıram ki, elə davamda eləyərlər. Çünki bəzən hər şey real olmaq lazımdır. Bəzən son vaxtlar ümumiyyətlə fikir formalaşıb ki, bəs son vaxtlar ümumiyyətlə neçə illərdir mən hətta oynadığım vaxtdan belə ki, Azərbaycanda futbolçu yoxdur, Azərbaycanda məşqçi yoxdur. Belə bir istər-istəməz yuxarı səviyyədə də görsən bu fikirlər gedir, amma bu tam əksidir. Yəni tam əksi. Yəni bizdə bəli, bugün biz Avropanın belə deyək, kalitəsini götürsək, ola bilər ki, hə, bizim bugünkü gün ustalıq səviyyəmiz, ümumiyyətcə nəticələrimiz heç də ürək açan deyil, amma real baxsaq, yəni səbəb bu deyil. Səbəbi biraz başqa yerdən axtarmaq lazımdır, səbəbi şəraitdən axtarmaq lazımdır. Qaldı ki, bizim nəticə verməyimizə millidə biz birdən-birə ancaq nəticəni fikirləşirik. Amma nəticəni vermək üçün biz şəxslər yetişdirməliyik. Yəni, bu illərdə mən məsələn, belə deyək, bugün milli komandada bizim yerli məşqçi, məsələn, elə Ayxanı götürək, yəni bu bir neçə il bu komandada olsa və biz ən azından onu sabah yaxşı, təcrübəli bir məşqçi kimi yetişdirəcəyik. Bu bizim üçün bir uduş olacaq. Sonra bunun əsnasında bir patriotizm biz yetişdirəcəyik. Bu əlavə bir bizim üçün uğur olacaq. O qədər detallar var ki, belə buna biz yəni oturub analiz eləsək, bunları çox biz daha rahat biz buna qərarlar verə bilərik. Ona görə bizim Ayxanın milli komanda olması, yəni mən buna sevinirəm. Dediyim ki, ona uğurlar arzulayıram və bilmirəm sonluq nə olacaq, necə olacaq. Milli komanda qalacaq, qalmayacaq, hələ ki elə bir məlumatım da yoxdur. Amma belə ümumən yəni güvənmək lazımdır.